Ramazan ayı bitəndə Allaha, Peyğəmbərə, Həzrəti Əliyə sevgi artmasa, deməli ruh nəsə xarabdır, yaxşı işləmir. Soyuducuya yemək qoyarsanız, soyutmaz, deyərsən problem var, ruh da belədir. Artmırsa, deməli nəsə düz işləmir. Artmışsa düz işləmir. Ramazan ayı ortaya çatıbsa, Allaha sevgi artıbsa, Peyğəmbərə, Əhl-i Beytə artmayıbsa, nəsə nasazlığı var. Allah insanı belə yaradıb ki, həmişə inkişaf eləsin. Əleyhissalam deyir, vay olsun o möminə ki, ən azı, yəni həftəsinin bir gününü elm artırmağa sərf eləmir. Yəni cümə günü heç olmasa bir dəfə ən azı. Ramazan ayında hər gün. Mən bunu əminliklə deyirəm ki, söhbətə qulaq asan oruç tutanla, qulaq asmayan oruç tutanlar arasında yer-göy fərq var. Mən danışıram deyə demirəm. Kaş mən danışmazdım, onda başqa cür daha təkidlə deyərdim. İmam Muhammed Baqir əleyhissalam buyurur ki, hər cümə gecəsi bizə Allahdan təzə bir mərifət verilir, hər cümə gecəsi. Allahdan təzə mərifət verilir, boylanıb keçmişə baxanda, keçən həftəyə, elə düşünürük ki, Allahı tanımamışdıq biz. Hər həftə mərifətimiz təzələnir, baxırıq, deyirik, dünən tanımırdıq, sən demiş Allahı tanımamışıq. Və bu proses həmişə davam edir. İndi dayanmağa haqqım var, gör. Niyə görə özü, bu ruhu bundan sirab eləmirsən? Niyə dayanırsan? Dayanıb nə əldə eləyəcəksən? Bəhsim deyəni nə? Başqa bu ruhu nə ilə dolduracaqsan? Qarşında olan sonsuz varlıqdır. Sən də sonsuzluq tələb eləyənsən. Bu şeylərlə keyf elə, cılız-cılız işlərə başvuru qatmısan, boş-boş şeylərə başvuru qarışdırmısan, günü-gündən cılızlaşırsan, bir qədər bu şeylərlə ruhun istirahət eləsin, dincəlsin, səfa tapsın, problemləri bir dəqiqəyə ruh həzm eləyəcək, həll eləyəcək, bu şəkildə olarsa. Biz inkişaf eləyə bilmirik, düşürük dibə, Ramazan ayını tez gətirir ki, gəl, oruç tut, qaldırdı təzdən səni. Təzdən, necə deyim, axsıyırıq, təzdən qaydırıq, təzdən tutur aparır. Bu dəfə Məhərrəm ayı gəldi. Bu dəfə sənə bir Kərbəla ziyarəti yazım, ərəfə zamanı, hərbəyin zamanı, ya adi vaxtda get, düşürdün artıq, o belə qaldırdı səni. Sonra həcc gəldi məsələn, həcc yazdı sənin üçün, belə bizlə məşğuldur. Bir təhər bir cür qabağımızı almasa, çoxdan kafir idi, bu belə qabağımızı alıb. Bir hadisə ilə, ziyarətlə, Ramazan ayı ilə, Məhərrəm ayı ilə, hey, belə bir təhər saxlayıb bizi. Allah haqqı, əksər insanlar belədir. Allaha, dünkü də, bənim dinləyənlər desin ki, inanmırdıq, and içməyə başladı, yalvardı ki, dəlil tapa bilmədi, dəlillə qane eləyə bilmədi.